Salam dostlar, sabahınız xeyir. Hal-hazırda balkonumuzun sütunlarını yerin qazmışıq. 2 dənə sütunumuz olacaq. Dəmiri də toxunub, səliqəli. Qardaşlar, sütunların bölgüsündə həmişə mərkəzi nöqtəyə diqqət eləmək lazımdır. Mərkəzi nöqtəni tutub ölçülərimizi qoymaq lazımdır. Sütunlarımızın eni 30-un 30 olacaq kolonlarımız. Mərkəzi nöqtədə 90 belə götürmüşük. Yuxarıdakı qapı 30 sant azalacaq. Ona görə də 90 həmin yuxarıdakı qapının, elə bil ki, bu qapıdan 30 çıxıb götürmüşük. 90 elə bil ki, burada bura düşür. 90 dərəcəni tutmaq üçün də bax, bu evin tinindən boya-boy ip çəkmək lazımdır. İp çəkib 90 dərəcəni tutub sütunların yerini qoymaq lazımdır. Hal-hazırda sütunların yerini qazırıq. İnşallah balkon hazır olandan sonra videosunu çəkib paylaşacağım.